Salam əziz izləyicilər. Bu videoda həzm sistemi haqqında məlumat verəcəm. Həzm sistemi ağız boşluğu, udula, qida borusu, nazik və yoğun bağırsaq hissələrinə bölünür. Həzm ağız boşluğunda başlayır. Dişlər qidanı mexaniki olaraq parçalayır. Ağız suyu isə onu isladaraq tərkibindəki karbohidratların kimyəvi həzminə başladır. Çeynənilmiş qida loxması udlaq vasitəsilə qida borusuna ötürülür. Qida borusu xüsusi dalğavari hərəkətlərlə qidanı mədəyə doğru itələyir. Qida burada mədə turşusu və fermentlərlə qarışaraq bulamaç halına gəlir. Xüsusilə sualların həzmi mədədə başlayır. Həzmin ən mühüm hissəsi nazik bağırsaqdır. Qidaların demək olar ki, tam parçalanması və qana sorulması burada baş verir. Nazik bağırsaqdan keçən qalıqlardan su və minerallar yoğun bağırsaqda sorulur. Həzm olunmayan qalıqlar isə həzm tullantılarına çevrilir. Həzm tullantılarının bədəndən xaric edildiyi son nöqtə düz bağırsaq və anusdur. Qaraciyər öd mayesi hazırlayır, öd pillərin mexaniki olaraq parçalanmasına kömək edir. Öd kisəsi qaraciyərin hazırladığı ödü saxlayır və lazım olduqda nazik bağırsağa ötürür. Mədə altı vəzi karbohidrat, piy və zolaqları parçalamaq üçün çox cüzlü fermentlər istehsal edir və nazik bağırsağa göndərir. Həzm sistemi bu qədər. Bu tipli videoların davamı üçün bəyənib abunə olmağı unutmayın.